Bizim dinimizdə belə bir yanaşma var. Mən rahimə ruhimə. Kim bağışlasa bağışlanar. Sən bağışlamalısan ki, Allah da səni neynəsin? Bağışlasın. Baxın, niyə deyirəm, insanla Allahın yanaşma metodu fərqlidir. Allah bizi bugün bura toplayıb ki, bizi neynəsin? Bağışlasın. Amma insanlar neynir? Səhvi başa düşüb, gedib üzr istəyirsən, deyir, yox, sənlə mənimki qaldı qiyamətə. Mən səni çətin bağışlayayım. Adam dəfələrlə də üzr istəyir, amma adam neynəmir? Deyir, yox, mən səni bağışlamaram. Amma gəl görək, qat-qat artığını sən Allaha etmisən. Amma Allah demir, sənin bağışlamağın, sənlə mənim hesab kitabımı axirətə saxlamışam. Belə demir. Qudsi hədislərin birində keçir, Uca Rəbbimiz buyurur ki, Muniyyətül Murid kitabında mərhum Şəhid-i Saninin əsəridir. 123-cü səhifədə bu hədis qeyd olunub. Buyurur ki, Ənə indəl munkəsirəti qulubuhum. Allah Teala buyurur ki, mən o qəlbi sınıqların yanındayam. Allah Teala Adəm övladını yaradanda mələklər dedilər ki, Ya Rəbbəl aləmin, biz sənə ibadət eləyirik, təsbih eləyirik, təqdis edirik. Bu insanları, Bəni Adəmi niyə yaradırsan ki, qan tökələr, dava, dalaş, ədavət edələr? Burada əslində bir sual yaranır ki, mələklər hardan bilirdi? Qardaş qardaşını öldürəcək, ata oğlunu, oğul atasını, əmi oğlu əmi oğlunu, dost dostu. Bu özü bir bəhs. Amma Allah Teala mələklərə orada bir söz buyurdu. Buyurdu, inni a'ləmu ma la ta'ləmun. Söz buradadır. Dedi, bunların barəsində mənim bildiyimi siz bilmirsiniz. Bunların barəsində mənim bildiyimi siz bilmirsiniz. Və məhz gecənin bu çağında, gecənin bu vaxtında əgər birisi işdən yorğun gəlib, birisi icazə alıb gəlib, birisi naxoşdur, istirahət eləmək istəyirdi, amma istirahət eləməyib, durub Allah evinə qədəm götürüb gəlib, bu zaman Allah pərdəni çəkər, mələklərə deyər, bax, bunlar gedib günah eləyə bilərdi. Məyər indi bizim elə dünyadan hələ işimiz yox. Ölkəmizdə məyər əyləncə yerlərində, kafe, restoranlara geçsin, məsciddən çox adam var. Bəzən yaşına da baxırsan, olduğu yerə də baxırsan. Amma Allah bəzilərini seçib bu gecə ya evlərdə, ya Hüseyniyələrdə, məscidlərdə, iş yerində, hardadırsa Allahla razı niyaz eləyir. Allahla irtibata keçib, məhz bunlar həmin o insanlardır ki, Allah, o mələklər nədən bu dava, qan, tökən, dava, dalaş yaradanları yaradırsan deyəndə, buyurdu, inni a'ləmu ma la ta'ləmun. Mənim bildiyimi bunlar barəsində siz bilmirsiniz. Ona görə möhtərəm cəmaatımız, bu gecə əslində bizim düşünməyimiz üçün bizə fürsət verilən bir gecədir. Bu gecə bir anlıq belə deyək, özümüzlə baş-başa qalaq, özümüzlə üz-üzə qalaq. Və bu gecədə biz biraz müxtəsər eləyəcəyik. Duaları da, söhbəti də müxtəsər etməkdən də məqsədimiz budur ki, Allahla baş-başa qalaq. Bəzən insan tənhalıqda, təklikdə Allahı tapır. Yəni, Allahla baş-başa qalanda insan onu əldə edə bilir.